Mən isə mətbəxə baxmaq istəyirəm. Mikrofonu da aparım. Mədinə xanımın mikrofonu yoxdur. Burada mətbəxdə də maraqlı bir qonağımız var. İdmanımızı etdik. Demək ki, artıq qidalarımızı hazırlamağa başlaya bilərik. Mətbəx rubrikamızda Mədinə xanım var. Buyurun, sabahınız xeyir Mədinə xanım, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, xoş gördük. Salamlarımı söyləyirəm. Özünüzü zəhmət olmasa təqdim edin. Mən Hüseynova Mədinə, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşbazlıq ixtisası üzrə təhsil alıram. Tələbəsiniz. Bəli, tələbəyəm. Hazırda indi də Lido restoranında praktikadayam. Yəni ora təcrübə keçirsiniz. Bəli, daimi gedirəm. Yəni dərsdən də əlavə günlərdə, hətta şənbə, bazarda belə gedirəm, orada işləyirəm, öyrənirəm. Özüm üçün təcrübə yığıram deyim. Demək ki, işinizi sevirsiniz. Bəli, çox sevirəm. Qida hazırlamağa olan marağınız hardan yarandı? Əvvəldən bəri var idi deyə bilərəm. Həvəsim var idi uşaqlıqdan. Artıq gördüyüm zaman mən də istəyirdim bir şeylər edim, maraqlı bir şeylər yaradım. Yeniliklər ortaya çıxardım. Bunu istəyirdim. Dadlı qidaları həm də sevirsiniz. Bəli. Öz ağız dadınız üçün başlamışsınız, deyilmi birinci bundan? Bu çox önəmlidir. Bugün nə ilə gəlmişsiniz bizə? Nə hazırlayacaqsınız? Bugün 2 salat edəcəm. Göbələk salatı və toyuq salatı. Göbələk salatımızda göbələk şorbası var. Xiyar şorbası daxildir. Bişmiş kök, qırmızı biber, cəfəri, duz, pul biber və zeytun yağı daxildir. Bu sağlam salatdır. Bunu edə bilərsiniz ikinci qidada və üçüncü qidanızda yeyə bilərsiniz. Həmçinin toyuq salatımızda isə qarğıdalı var, toyuq filesi, yenə qırmızı biber, çiğ kök, xiyar, təzə xiyar olmalıdır. Yenə həm burada cəfər daxildir. Duz, pul biber və zeytun yağı əlavə olunur. Bu da çiğ tərəvəzlərdən olan salatdır, belə deyim. Bunun çiğ tərəvəzlərdən olan variantı biraz bənzər variantıdır. Biraz oşarlığı var. Sadəcə doğranma üsulları biraz fərqlidir. Fərqlidir və görünüşləri də fərqlidir. Təbii ki, dadında da fərq olacaq. Çünki bunlar bişmişdir, amma digərlərinin ingredientləri çiğdir. Əziz xanımlarımız, siz də bizi hal-hazırda izləyirsinizsə, evdə bu ingredientlər varsa, həmən bizimlə bərabər başlayın. Çünki Mədinə xanım tez-tez yaxınlaşacağam, baxacaqsınız. Üstəgəl, əgər kimdəsə yoxdursa, Mədinə xanım bizi izləyənlər ya bizlə bərabər hazırlayırlar qidalarını və yaxud da evdə bu ingredientlər yoxdursa, gedirlər marketə, yazanlar var hətta. Qaça-qaça getdim, doktorum marketə getdim, hamısını aldım, etdim və yaxud da növbəti gün edirlər. Odur ki, başlayaq. Bəli, başlayayım artıq. Təşəkkür edirəm.